Rusiya lideri Vladimir Putin'in köməkçisi Vladimir Medinskinin ötən gün Ukraynada sülhsüz atəşkəsi Qarabağla müqayisə etməsinə reaksiyalar təəccüb doğurur. Medinski dedi ki, əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan sadəcə atəşkəs bağlansa, bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi. Bu region böyük bir Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO'ya üzv olacaq. Müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu planetin sonu olacaq. Bu nüvə müharibəsi olacaq. Əsas etiraz Medinskinin Qarabağı mübahisəli ərazi adlandırmasının üstündədir. Hətta Xarici İşlər Nazirliyi Rusiyanın Qarabağın Azərbaycan ərazisi olduğunu işğal dövründə də tanıdığını arqument kimi Putinin köməkçisinə xatırladıb. Medinski tarixçidir. Hətta Kiyevin 12-ci əsrdən üzü bəri tarixi haqda İstanbulda geniş bir mühasirə də oxuyub ki, əksər danışıqçılar bundan narahatdılar. Çünki söhbət tarixdən yox, hazırki beynəlxalq öhdəliklərdən, sərhədlərin toxunulmazlığından, hüquqdan gedir. Rusiyaya beynəlxalq hüquq, sərhəd toxunulmazlığı və sair dəyərlər keçmir ki, bu ölkə tarixi də hər zaman saxtalaşdırıb. Özü qurduğu saxta tarixə istinad edib, hüququ da ayaqlarının altına alıb. Medinski məhz bunu həm də ilk dəfə, həm də ən yüksək səviyyədə etiraf etmiş oldu. Tarixçi də axı bütün prosesi yaxşı bilir. Adam bircə cümlədə etiraf etdi ki, erməniləri 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gətirib yerləşdirən, ermənilərə Azərbaycan torpaqlarında dövlət qayıran, Qarabağa muxtar vilayət statusu verən də bizik. Keçmiş Dağlıq Qarabağı işğal edib ermənilərə təqdim edən də. İndi də eyni prosesi Rusiya Ukraynada aparır. Ancaq bu dəfə erməni adıyla deyil, öz adıyla. Bu dəfə erməniləri qabağa verib xalqların öz müqəddəratını təyin etmək hüququ ilə manipulyasiya etmir. İndi milyonlarla Rus icmasının hüququnu qorumaq adıyla Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edir. Medinski açıq şəkildə dedi ki, 1994-cü ildə başımız qarışıq olanda Ermənistanla Azərbaycan atəşkəs imzaladı. Nəticədə Azərbaycan 30 ilə yaxın zamandan sonra öz torpaqlarını işğaldan azad edə bildi. Halbuki biz buna imkan verməyəcəkdik. Medinski etiraf edir ki, 10 noyabr 2020-ci il sazişində niyə israr edib? Medinski Putinin 2022-ci il 5 oktyabrda Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığından dolayı şoka düşdüyünü açıq şəkildə etiraf etməsini xatırladır bu sözlərlə. Çünki Rusiyanın planı başqaydı. Medinski Azərbaycan və Türkiyənin timsalında NATO'nun Cənubi Qafqazda Rusiyanın işğal etdiyi əraziləri geri qaytara bilməsini açıq şəkildə etiraf edir. Bundan niyə təəccüblənirsiniz ki? İndi də Rusiya Ukraynanın ərazisini işğal edib və bunu da dəqiqliyi ilə bilir. Bilir ki, bu beynəlxalq hüquqa ziddir. Nüvə silahını əlindən almaq üçün təhlükəsizliyə qarant olduğu bir ölkəni parçalamaqdır və ehtiyat edir ki, atəşkəs olar. Ukrayna güclənər və işğaldakı torpaqlarını geri alar. Əslində etirafa görə Medinskiyə təşəkkür borcumuz var. Medinski həm də qələbəmizin miqyasını daha doğru dərk etmək fürsəti verir.